Sami bəy, qəbizlik böyük bir problemdir. Qəbizlik haqqında ən aqil söz odur ki, normalda insan 2 dəfə böyük bayıra çıxmalıdır. Heç olmasa 1 dəfə çıxmalıdır. Və Gün ərzində də gün ərzində. Əgər o günlər keçirsə, keçən hər gün xərçəngə doğru bir addım yaxınlaşmaq deməkdir. Bu gün də çox təəssüflər olsun ki, insanlar arasında uşaqlar da olsun, böyüklər də deyirsə, neçə gündən bir çıxır şu an? Deyir, 15 gündən bir böyük bayıra çıxır. Böyük adam neçə gündən bir çıxırsan böyük bayıra? Deyir, 20 gündən bir çıxıram, bəzən bir aydan bir. Elə. Siz təsəvvür eləyin, bir gündən sonra orada artıq o toksinlər bağırsaqdan sorulur qana. Və insanın sinir sistemini pozur, köpəmələ gətirir, həzm sistemini pozur, yuxusunu pozur. Diafragma qalxır yuxarı köp olanda, ürək döyüntülərini artır. Deyir, ürəyim niyə sıxılır, mənim ürək döyüntülərim niyə artır, niyə özümü narahat hiss edirəm. Hamısı qəbizliyin nəticəsidir. Və qəbizliyi verən nədir? Qəbizliyi verə bilir insanların hərəkətsizliyi, oturaq iş rejimi. Çox sağ olaysan. Sonra nə verə bilir? Verə bilir, az miqdar su içirlər. Normadan çox az içirlər. Bol miqdarda su bağırsağın peristaltikasını, hərəkətini artırır və qəbizliyin qarşısını alır. Sonra insanların artıq çəkisi, qəbizliyə meyillik yaradır. İnsanlarda üzr istəyirəm, normal olmaması, disbakterioz, yəni həzmi normal olmaması, disbakterioz deyilən bir şey var. Bağırsaq çöpləri normal olmur. Həzm prosesi başa çatmır. Və yaxud da ki, insanlar daimi olaraq meyvədən istifadə eləmirlər. Meyvə, tərəvəz, göyərti həzm prosesini başa çatdırmağa kömək edir. Və təbii ki, qurd xəstəlikləri də yanaşı ola bilər, bağırsaqda polip, müxtəlif törəmələr də qəbizliyə səbəb ola bilər. Ona görə də həkimin vəzifəsi birinci növbədə qəbizliyin səbəbini axtarıb tapmaq. İkinci növbədə dediyim o hansı qaydalar var idi, oturaq iş rejimi, hərəkətsizlik, az miqdarda maye qəbul etmək, sonra müxtəlif qurd xəstəlikləri, polip, törəmə, digər səbəblər, bunların hamısı aradan qaldırılmalıdır. Və müalicəsində nə olmalıdır? Müalicəsində dediyim kimi, səbəb aradan qalxandan sonra görəcəksiniz ki, qəbizlik düzəlir. Və əgər disbakterioz nəticəsində, yəni bağırsaq çöpləri normal döyülsə, mütləq bağırsaq çöpləri yerinə qoyulmalıdır. Həzm prosesi başa çatmalıdır və hərəkətini bərpa eləməlidir gündəlik. Bol miqdarda 3 litrə yaxın su içməlidir. Meyvə tərəvəz istifadə eləməlidir. Meyvələr biz bilirik ki, narı çıxmaq şərtində meyvələrin əksəriyyəti bağırsağı işlədir, yumşaldır. Qəbizdə meyilli olan adamlarda məsləhət görür ki, nar yeyərkən onu tumu ilə birlikdə yesinlər. Çünki narın şirəsi qəbizliyi artırır. Ondan başqa armud, o da qəbizliyi artırır. Ona görə də mütləq qəbizliyə meyilli olan adamlar, yox, ishala meyilli olan adamlar nardan və armuddan geniş şəkildə istifadə eləməlidirlər. Bundan başqa da təbii ki, qəbizliyin müalicəsində çox təəssüf olsun ki, uşaqları gecikdirdikləri üçün Şamil müəllim. Körpə uşaqdır, qalır 10-15 gündən sonra da bağırsaq genişlənir. Sonra deyirlər, ay doktor, tənbəl bağırsaq yaranır mənim uşağımda. Uşaq böyük bayıra çıxmaq istəmir. Yəni uşağın gələcək taleyini həll edirlər. Ona görə də qəbizliyə ciddi yanaşmaq lazımdır. Vaxtında həkimə aparmaq lazımdır. Tumsuz fərqi yoxdur da, bu yox. mütləq mənada. Tumlu bağırsağı müəyyən qədər işlədir. Tumsuz olanda qəbizliyə meyilli yaradır, nar şirəsi. Ona görə biz qəbizliyə meyilli olan adamlara deyirik ki, nar yeyirsənsə tumlu yeyin. İshala meyilli olan adamlara deyirik ki, tumsuz nar şirəsi qəbul elə, ya narı yeyin, bərkisin bağırsağı. Yəni yolu budur.